Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Axşam AZ xəbər verir ki, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib. Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər. Təbibdən bildirilib ki, bugün saat 17:50 radələrindən başlayaraq 2 hissi az yaşlı olmaqla 5 nəfər, 1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli Gəncə şəhər birləşmiş xəstəxanasının nəzdindəki tibb müəssisələrinə, Abbas Səhhət adına xəstəxanaya və uşaq xəstəxanasına hospitalizasiya olunublar. Zəhərlənmə şübhəsi ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Xatırladaq ki, 2 gün əvvəl də Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.